Bismillahirrahmanirrahim. Allah Teala buyurubdur. Ey benim peygamberim, ümmeti ve denen ki ben ettiğim peygamberliği için sizden hiçbir ecir istemrem. Yalnız ehli beytime itaat ve muhabbet isteyirəm. Allah bizi dünya ahirete ehli beytin mektebinden ayrı salmasın ve sabit kadem eləsin inşallah. Bir hadis diqqətinizə çatdırım. Bəni Ümeyyə təbliğatçıları bu gün hər yerdə təbliğ edirlər Aşura gününün orucunu. Bunlar məlumdur, hardan gəlir bu təbliğat və kimin üçündür. Əvvəldə də qeyd eləmişik, Aşura günü toy bayram eləmək, uydurma hədislər, hamısı Bəni Ümeyyə hədisləridir və Yezid Məlun Aşura günü insanların yadından çıxması üçün və ilaxirə Aşura gününə gətirdilər. Aşura orucu hədisi uydurdular. Bu Bəni Üməyyənin təbliğidir. İndi mən gələm Əhl-i Beyt məktəbinin. Hər kəs Əhl-i Beyt məktəbini sevir, tanıyır və onun yolunu istəyir. Gedə və görə. Əl-Kafi Əhl-i Beyt məktəbinin hədis kitabıdır. 4-cü cild 147-ci səhifə hədis 7. Həmçinin Bəharul Ənvar 5-ci cild səhifə 95 Hədis 40. Orada Əbdülməlikdən nəql olunur ki, İmam Sadiqdən Məhərrəm ayının Tasua və Aşura günləri oruç tutma haqqında soruşdum. İmam Sadiq əleyhissalam buyurdu. Tasua yevmun havsira fihəl Hüseyin əleyhissalam və əshabuhu radiyallahu anhum bi Kərbəla. Ərəbcənin ardını oxumuram. Hədisdə nə deyilir? İmam Sadiq əleyhissalam buyurur, Tasua ilə bir gündür ki, Hüseyin və sahabələri Allah onlardan razı olsun. Kərbəlada mühasirəyə alındılar və Şam ordusu onların ətrafında toplaşdı. İbn-i Mərcanə və Ömər ibn Səəd öz ordularının çevik hərəkətlərindən şad olmuşdular. Həmin gün Hüseyin əleyhissalam və sahabələrini, Allah onlardan razı olsun, gücsüz hesab edərək, yəqin etdilər ki, heç kim Hüseynə yardıma gəlməyəcək və İraqlılar ona kömək etməyəcəklər. Sonra imam buyurdu, və amma yevm-i Aşura fe yevmun usibə fiyəl Hüseyin əleyhissalam və ardını oxumuram. Lakin Aşura günü elə bir gündür ki, Hüseynin müsibəti və onun sahabələrinin yanında yerə düşməsi, yəni şəhid olması və o gündə baş vermişdi. Sahabələri həmin gündə soyulmuş halda onun ətrafında yerə yıxılmışdılar. Yəni həmin gün Həzrət Hüseyin əleyhissalamı və hətta Həzrət Hüseyin əleyhissalamın özünü inşallah biz gələn söhbətlərdə qeyd eləyərik. O məlun dəstə, adları müsəlman olan Bəni Ümeyyə gəlib Həzrət Hüseyin əleyhissalam və onun sahabələrinin əyinlərində olan paltarlar da çıxartmışdılar. Soyundurmuşdular onları. Yəni bunlara müsəlman demək olarmı? Özə kimin başçılığı ilə? Ömər ibn Səədin başçılığı ilə. Ömər ibn Səəd bilirsiniz kimdir? Ömər ibn Səəd həmin o sahabədir ki, Səəd ibn Əbi Vəqqasın, yəni Peyğəmbər sahabəsinin oğludur. Ömər ibn Səəd. İmam Hüseynlə bir yerdə oynayırlar uşaqlığında. İmam Hüseyin əleyhissalam ona deyirsən, məni tanımırsan, mən kiməm? Həzrət Hüseyin əleyhissalam buyurdu ki, sən bilmirsən ki, mən Fatimənin oğluyam, görün İmam Hüseyni kimlər şəhid edirlər. Bəli, İmam Sadiq əleyhissalam buyurdu, heç belə bir gündə oruç tutarlar, hərəmin, yəni Kəbənin Rəbbinə and olsun ki, rəva deyil. Bax, odur ki, əzizlərim, Aşura orucu deyilən bir oruc Bəni Üməyyənin dediyi oruçdur. Amma Əhl-i Beyt tərəfdarları həmin günü özlərin oruç kimi apararlar. Az yeyərlər, az su içərlər. Yəni, oruç niyyəti yox. Sallallahu aleykə ya Əbə Abdullah Hüseyin və rəhmətullahi və bərəkatuhu.